Əziz sürücülər, hər kəs xəbərdar olsun bu xəbərdən. Deyim ki, biləsiz, sabah sizin də başınıza gətirməsinlər. Sabunçu ərazisində belə bir haqsızlıq baş vermişdi. Yol polisi tərəfindən Nəcəfov Kamran adlı şəxsdir. Polis əməkdaşı. Maşının nömrəsi 99 YP 317-dir. Və deməli nə edir bu adam? Nəcəfov Kamran. Hər hansı xoşuna gəlməyən bir sürücünü saxlatdırır və deyir sən içkilisən. Düzdür, bunlar tez-tez baş verir belə bir şeylər, amma yenə də işıqlandırmaq lazımdır ki, ictimai qınaq yaransın və aidiyyəti qurumlar bu barədə bir tədbir görsün. Saxlatdırır ki, sən içkilisən, halbuki bu adam içkili olmayıb. Deyir ki, mən içkili deyiləm, deyir gedək onda Bilgəh Məşdağa yolundakı narkolojda test edək, görək içkilisən yoxsa yox, dəqiqləşdirək. Aparırlar bu adamı ora, alkotesterdən keçirdirlər. Alkotesterdə qeyd olunur ki, 0.216 promil. Biz də bilirik ki, 0.3 promili keçdikdə artıq həmən şəxs içkili sayılır Azərbaycan Respublikasının qanunlarına görə. Bu adamda isə çıxır 0.216 promil. Bunlar buna məhəl qoymurlar. Fuad İlxasladidir həkimin adı. Bunlar necə Hipokrata and içiblər bilinmir. Fuad İlxasladə, deməli o vətəndaş barədə yazır 0.300.2 promil çıxıb güya bundan qeyd eləyir. Və göndərirlər maşını dayanacağa, özünü isə deyirlər ki, sizə cərimə tətbiq olunacaq. Amma bu adam deyir ki, mən içkili deyiləm, bəs orada 216 yazılmışdı promil. Gedir bu adam özü yenidən həmən başqa bir yerdə alkotesterdən keçirdir özünü, bir sənəd alır, həmən günü və orada 0-0 göstərir. Alkotesterdə 0-0 göstərir. Həmən nəticəni sizin üçün ekranda göstərəcəm. Baxın və buradan aidiyyəti qurumlara səslənirəm ki, belə bir şəxslərə ciddi tədbir görülsün. Belə bir haqsızlıq ola bilməz. İnsanların ciblərinə bu cür girirlər. Polis əməkdaşları. Hara addım atırsan, hər da gedirsiniz, bir polis əməkdaşının haqsızlığından rastlaşmaq olur. Yəni sonra da deyirlər ki, xalq polisi sevilmir. Təbii ki, xalq polisi sevilmir. Tərəfsiz polislərin çoxluğu təşkil etdiyinə görə polis xalq tərəfindən sevilmir və sevilməyəcək də bu gedişlə. Zəhmət olmasa aidiyyəti qurumlar bu barədə tədbir görsünlər. Həmən şəxslərin adlarını qeyd edirəm bir-bir. Nəcəfov Kamran polis əməkdaşıdır, YPX əməkdaşıdır, yol polisi xidmətində çalışır. Maşının markası 99 YP 317. Tibb işçisi isə Fuad İlxasladidir. Bu insan barədə ciddi tədbir görülsün. Səhiyyə, zəhmət olmasa bu insan barədə ciddi tədbir görün, uzaqlaşdırın, töhmət verin, nə edirsiniz edin, bu insanları bu haqsızlığı etməklə təqsirləndirin, zəhmət olmasa araşdırın, biləcəksiniz və bütün vətəndaşlara səslənirəm ki, videonu həm bəyənin, həm paylaşın, həm də xəbərdar olun ki, sabah sizin də başınıza gəlməsin. Belə bir hallar baş verdikdə zəhmət olmasa video görüntüyə alın, göndərin bizə, biz də paylaşaq bu insanları ifşa edək ki, hər kəs bilsin ki, necə alçaqlıqlar edirlər.